Deyirlər, düzdür, şəhidlərin yeri tam başqadır, sözsüz. Amma inanın ki, bu sözümü tam səmimiyyətlə deyirəm ki, o şəhid olmasaydı da belə, yəni onun yeri həqiqətən cənnət idi. Həyatımda onun qədər necə deyimi, qürurlu, qorxmaz, heç nədən çəkinməz. Mənə yuxularımda o qədər agah olur ki, və adi gündəlik həyatımda otururam, nəsə adi bir söz işlədirəm. Onu gecə yuxuda mənə deyir. Elə bir o mənim yanımdadır və mənlə yaşayır. O mənə hər an, hər dəqiqə görür. Oktyabrın 2-si qız toyu, 11-i oğlan toyu olacaqdı. O an heç vaxt, yəni nə olur olsun, heç vaxt gözümün önündən getməz. Bizə gəlmişlər, oturmuşduq süfrə arxasında. Narsız heç yeməyi ağzımıza aparmamışdıq. Zəng edilər ki, Hüseyni gətiriblər. Birinci fikirləşdim ki, bəlkə ola bilər, yaralıdır. Yol boyu dua elədim ki, ayağı yaralı olsun, gözü olmasın, ayağı olmasın, amma quru nəfəsi üstündə olsun, yaşasın. İnan ki, bunu söz olaraq demirəm, yəni mən onun həmişə yanında olardım. Düz, indi yanındayım, amma indi ruhundan yanındayım, amma onda ruhundan da, cismindən də yanında olardım. Bura çatanda insanın çoxluğunu görüb başa düşdüm ki, yox. Ondan yeganə daşıdığım yəni, soyadıdır. İnsanın insana nişanə qoyub getdim. Biri övlad qoyub gedir. Biri nə bilim, hələ bir şey gedir. Amma ondan bir dənə yeganə daşıdığım soyadır. Və ömrümün sonuna qədər həmişə o adın soyadını daşıyacağım.